Adı Ramiz Mehdiyevlə halanan bir akademi, Haber Məhərrəmov. Haber Məhərrəmov bu günə qədər əleyhinə yüzlərlə yazı gedib, pis dənə cavab vermir. Demir ki, mən Ramiz Mehdiyevlə içinə bağlamır, o belədir, bir dənə söz işlətmir. Bu özü Ramiz Mehdiyevin müdafiə sayılır, sayılmır. Və o adam harada köklənib? Qərbi Azərbaycan icmasının rəhbərliyində. Mən Qərbi Azərbaycan icmasının rəhbərliyinə baxıram, son dövrlər orada akademi, keçmiş nazir falan toparlananların çoxsuyla Ramiz Mehdiyevə bağlı olub. Belə çıxır ki, Qərbi Azərbaycan icmasını da ələ keçirmək istəyirlər. Həm də orada böyük rəhbər strukturlardadır. Mən hesab edirəm ki, Əzizə rəhbərli buna aydınlıq gətirməlidir. Ya sən Əzizə rəhbərli Ramiz Mehdiyevin çetəsində olmuşsan, olmayıbsansa, sənin yanındakılar oradadırsa, sən nə susursan? Digər tərəfdən də onun bir akademikin, universitet rektorunun onlarla yüzlərlə mülkləri elan olunur. Şadlıq evləri, hamısı da Monoliza, biri də vardı, o da Liza idi, nə idi? İzabella. İzabella. Qızının şərəfinə. Hələ bax, yaxşı heç olmasa birinin adını türkçə qoyur. Heç adları da türkçə deyil. Heç olmasa Şadlıq evinin adını Güllübulaq qoyaydı, kətlərin adını. Millət əgər keçimiz kəndimizin adına bir Şadlıq ev tidirib. İzabella, Monoliza. Bu cürə akademik. Özü o fəxr edir. Rusiya İlmlər Akademiyasının üzvüyəm, ha bilirsiniz də, ondan fəxr edir o. Hər dəfə danışanda Rusiya İlmlər Akademiyasının prezidenti, orada mən akademikam falan, bu cürə şeylə fəxr edir. Buna dikələ Qərbi Azərbaycandan azadlıq uğrunda mübarizə apar. Yoxsa siz Qərbi Azərbaycan icmasını ələ keçirib, Ramiz Mehdiyevə hakimiyyətə gətirmək istəyirdiniz. İndi bizim xəbərimiz olur. Aydınlıq gəlməli damısı. Kimdir bunları idarə edən? Kimdir bu çətələşmədə bunları yönəldən və dövlətin əleyhinə bunları formalaşdıran? Bunlar namı sözə çıxmalıdır, Ləman xan. Ələsənova ilə görürsünüz, hansı qurumların nəzarət edir. Qərbi Azərbaycan icmasına da bəlkə də 1 milyon insan var. Orada toparlaşıb, orada siz oyun qurursunuz. Dövlətin ali və kutsal maraqlarını tapdalayırsınız. Dövlət onu qurur ki, o üzərindən millətin maraqlarını həyata keçirsin. Siz altdan girib onu sinsi yollarına, FETÖ metodu, METO metodundan ələ keçirmək istəyirsiniz.